Quliyevin məsələn ilk pərdəsində daha çox mən yazmışdım ki, daha çox sosial maarifləndirici layihə idi. Emil aktyorlarla yaxşı işləyir, amma ssenarisində çox ciddi boşluqlar var. Ona çox yaxşı, mükəmməl ssenarist lazımdır. Bir də Emildə belədir ki, Emil bir də görürsünüz ki, aktyor oyununa daha çox aludə olur, dialoqla, mətnə çox aludə olur, bu da var. Və biraz da məsələn ikinci pərdədə didaktika var idi. Tutaq ki, bu təkcə Emilin problemi deyil. Bu bəzən bizim peşəkar rejissorlarda da üzə çıxır ki, sən hər hansı bir problemi, sosial problemi olsun, ictimai bir problemi olsun, sən əgər onu ekrana gətirirsənsə, sən onun ekran həllini verməlisən. Sən onu publisistik şəkildə gətirməməlisən. Sən onu bir vəziyyətdə, bir bədii situasiyada əritməyi bacarmalısan və o saxta görünməməlidir. Emilin bu kimi problemləri var. Amma yenə də istedadlıdır, haqqını yeməyək, istedadlıdır. Əqrəb Möftün serial deyildi. İndi o serial da film deyildi, amma yenə də. Amma axırıncı filminə bəyənmişdim və yaxşı da yazmışdım, qüsurlarını da göstərmişdim. Qırılmalar vardı aktyor oyununda, ssenaridə, onları qeyd etmişdim, amma ümumən yaxşı işdir.